Akşamların baxımlı, sevilen, yadda qalan şousu sizinle yenə də bugün saat 5'te başladı. Təbii ki, söhbət elədiyimiz, danışdığımız proqram İbo Show'dur. Axşamın xeyri Azərbaycan. Xalid Məqsədoğlu öz sazıyla, ağ sazıyla bugün gəlib. Onda fərqli ifalar olur. O həm özü fərqlidir, həm sazları fərqlidir. Mən deyərdim ki, Azərbaycanda saz ifaçıları arasında öz sazları arasında fərqlənənlərdəndir. Həm ağ sazı var, bir vaxtlar yadımdadır. Space'də mən proqram apardığım vaxt bir qırmızı sazı var idi. Fərqli ilə, öndədir, həm ifaları ilə da fərqlənir. Maşallah olsun ki, XM qrupu da sevilir, seçilir. Xoş gəldik, Xalid Məqsədoğlu, XM. Sizdən də danışacağım və dostlar, bugün çox gözəl qonaqlar var. Canlı yayıma bağlantılar var. Siz də bizə zəng eləyərək qoşula bilərsiniz. 0-12-538-08-64 nömrəsi ilə əlaqə saxlayırsınız. Səsinizi burada eşitdirirsiniz. Bizim bugün yenə həkimimiz var. Ağrılardan şikayətlər var. Bunlar illərdir sizinlə gəzən ağrılardır. Fərq eləməz başdan ayağa kimi hansı nahiyənizdə ağrı varsa suallarınızı bugün ünvanlaya bilərsiniz həkimimizə. Və gözəl ifaçılarımız da öz yerində öz ifalarını təqdim eləyəcəklər. Rubrikalarımız olacaq. Hər biri birazdan. Və WhatsApp üzərində isə 051-579-47-47 SMS-lərinizi yazırsınız, nömrələri göstərirlər ekranlarda. Siz də çalışın elə bu proqramın gedişatı boyunca öz aktivliyinizi göstərin. Şəhər nömrəsi bir tərəfdən, WhatsApp üzərində isə bir tərəfdən. Xalid dostum, xoş gəldi. Məqsədoğlu Xalid, necəsən? Nə var, nə yox? Axşamınız xeyir olsun. Çox sağ olun İbrahim müəllim. Dəvətiniz üçün əvvəlcə. Mən də Azərbaycan xalqını salamlayıram. Bir yax qeyd elədiniz təqdimatda. Bəli, məndə Ağsaz bilirsiniz də Azərbaycanda birinci məndə olub. İndi maşallah bir neçə nəfər də var. Sağ olsun, qeyd eləyənlər də var ki, yəni demirəm böyük bir ideyadır, ancaq mənim ideyam olub, məndə olub. Onu qeyd eləyənlər olur, bəziləri isə demir, öz adlarından çıxır. Amma təşəkkür edirəm ki, hər verilişlərdə siz dəfələrlə həmişə demirsən ki, bu qeyri-adi sazların təməlini Xalid Məqsədoğlu qurub. Necəl işlər Xalid? Şükür Allah'a. Toylar var yoxsa? Şükür Allah'a. Əvvəlkilərə baxanda zəifdir, ancaq yenə də şükür. Çox şükür. Dostlar, xoş gəlmişsiniz biriniz. Salamlayıram.
Çox sağ ol, var ol. Xalidimizin bir təbriki var, istərdim ünvanına çatdır. Xalid, buyur. Bayaq veriliş başlayanda əvvəldə toylarla bağlı söz düşdü, ancaq qeyd eləmədim. Bizim ailənin ilk nəvəsi Fidan xanım və Elxan bəyin toyu olub ayın 18-i. Onları da efir vasitəsilə istəyirəm ki, təbrik edeyim, xoşbəxt olsunlar və bütün gənclər, ailə quran gəncləri xoşbəxt olsunlar. Bu rəqsi də orada mən ifa eləməmişdim. Nüşabə doktorun, o gəlinimizin anasının istəyi ilə, yəni həyat rəqsini ifa edim. Təşəkkür edirəm. Biz də təbrik edirik, Allah xoşbəxt eləsin, var olsunlar. Orxan